İsmin halları olan yiyəlik hal və mənsubiyyət şəkilçisinin şəkilçiləri eynidir. Yəni ikisinin də şəkilçisi ın üzəri 4-dür. Biz bu ın şəkilçisinin mənsubiyyət və ya yiyəlik hal olduğunu necə tapırıq? Sənin sözünü ın şəkilçili sözün əvvəlinə qoyuruq. Əgər alınırsa yiyəlik hal, alınmırsa mənsubiyyət şəkilçili sözdür. Yəni necə? Sənin sözünü bura əlavə edirik və oxuyuruq. Sənin kitabın üzü rənglidir. Sənin kitabın üzü rənglidir. Bu cümlə alınmır. Ona görə də bu ın şəkilçisi burada yiyəlik hal şəkilçisi kimi götürülür. Qızın sualları onu düşündürdü. Sənin qızın sualları onu düşündürdü. Bu da alınmır. Demək, buradakı ın şəkilçisi də yiyəlik hal şəkilçisidir. Digər cümlələrə fikir verək. Kitabın məndədir. Bu sözün əvvəlinə sənin əlavə edirik. Sənin kitabın məndədir. Bəli, burada alınır. Demək, alınırsa bu ın şəkilçisi mənsubiyyət şəkilçisi adlanır. Digər cümləyə də fikir verək. Qızın bugün bizə gəlmişdi. Sənin qızın bugün bizə gəlmişdi. Biz burada da qızın sözünün əvvəlinə sənin sözünü qoyuruq və alınır. Yəni sənin qızın bugün bizə gəlmişdi. Demək, burada da qızın sözündəki ın şəkilçisi mənsubiyyət şəkilçisi adlanır.